Yolun yarısına gəldin, çatdın. Həqiqətən səni təbrik edirəm. Əgər sıfırdan başlamışdınsa, əgər zaten bunları bilirdinsə, yenə də yaxşı bir şeydir. Demək ki, bu sözləri bilirsən. Bax, yenə də sözləri bilmirsənsə, yalandan keçib görün məmada boşluqların var, çətinlik çəkəcəyin yerə qədər getmə. Bu mövzuları otur, öyrən. Yəni tələsmə, hara tələsirsən ki? Zaten proqram sənin əlindədir. Çox möhtəşəm bir proqram sənin əlinə düşüb. Və bundan istifadə etməyə çalış, yavaş-yavaş bütün boşluqları tam şəkildə doldura get. B2 səviyyəsinə çatanda özün də hiss eləmədən 4000 dənə söz bilmiş olacaqsan. Yəni çox möhtəşəm bir şeydir və C1 səviyyəsində artıq daha çox söz, daha çox idiomalar, çox möhtəşəm olacaq yolumuz. Yenə həyəcanlanmağa başlayıram. Ona görə davam eləyək. 5-ci modulda yenə bəzi sözlər var. Bu arada indi sizə sadəcə izah edirəm nəyin nə olduğunu. A1 səviyyəsindən sonra artıq bəzi şeyləri lövhədə izah eləməyə, keçməyə, danışmağa başlayacağam. İndi sadəcə video olsun xətrinə açığı, bəzi sözləri falan izah eləməyə çalışıram və nə etməli olduğunuzu biraz yönləndirməyə çalışıram. Ona görə dediyim kimi videolar da biraz sıxıcı gələ bilər ki, bu nəyin məlumatıdır ki, amma artıq dərsləri keçməyə başlayanda birbaşa sizə hamısını bir-bir izah eləmiş olacağam. Yenə sözləri görəcəksiniz, bəzi cümlələr görəcəksiniz, dinləməni mütləq şəkildə dəfələrlə yaxşı-yaxşı təkrar eləməlisiniz və sonra imtahanını verib bitirəcəksiniz. 6-cı mövzuda görüşərik, özünüzə yaxşı baxın.